Mənim musiqi nəfəsim soy kökümün danışan səsidir. Vüqar bəy, Qərbi Azərbaycanın hansı bölgəsindənsiz? Mən Vüqar Mövlayev Ənvəroğlu. Əslən kökümüz Qərbi Azərbaycanın Amasya rayonunun Əzbəyov kəndindənik. Yəni ata tərəfimi deyim də, həmişə adət üzrə. Atam Mövlayevlər nəslindən olub, Kosalar tayfası deyirdilər. Babam Məşədi Mölə olub, ulu babam. Hansı ki, bəy olubdular. O vaxt onları Şura hökuməti sürgün eləyib. Ondan sonra babalarım, yəni bu Məşədi Mölənin övladları ki var, 4 oğul olubdular. Onlar başlayıbdılar çətinliklə dolanmağa. 88-ci ildə gəlmişik Gəncə şəhərinə. Ana babam da Güləhmət müəllim olub, Amasya rayonunun özündən olubdular. Komissiya olub da, yəni təhsil idarəsində çalışıb Güləhmət müəllim. İndi Amasya cəmaatı daha yaxşı tanıyır onları. 88-ci ildə gəlmişik Gəncəyə, nənəmin adı Gülməxmər olub. Nənəm mənim adımı seçəndə deyibdilər, nə qoyaq? Deyib, gəlin davada olduğuma görə deyibdilər, davalı qoyaq. Yəni, dava dövrünə düşmüşük də, qaça-qaç dövrünə düşmüşük. Deyibdilər, gəlin adını davalı qoyaq. Sonra nəsə qərara gəlibdilər ki, Vüqar qoyaq. O illəri, o dövrləri yəqin ki, görməmisiniz, gəncsiniz. Amma ailədə mütləqdir ki, xatırlanır. Bax, sizin yurdunuz, sizin yuvanız, sizin el-obanız, valideynlərinizin dilindən necə xatırlanır? Mən gözümü Gəncədə açsam da, təbii ki, o ab-havada böyümüşük. Qərbi Azərbaycan ab-havasında, yəni Amasyalı. Ümumiyyətcə, bizim Amasya zonası daha çox bizdə türkçülük olur. Çünki Türkiyə ilə sərhəd olmuşuq. Atam elə danışırdı ki, bizdə televiziya kanallarından, məsələn, Azərbaycan televiziya kanalını bizdə ümumiyyətcə çətinliklə göstərilmiş. Daha çox türk televiziya kanallarını göstərilmiş televizorlarda və ona görə bizdə bir türkləşmə gedib daha çox. Yəni halaylarımız, folklorlarımız yaranıb, yəni türk mahnıları, məsələn, bizim toylarda qırmızı yaylıqlar alırlar, toyda halay çəkirlər, yallılar oynayırlar türk mahnıları. Mən də gözümü Gəncədə açmışam və bizim toylarımızda, el şənliklərimizdə özümüzün folklor ansamblımız olub. Allah rəhmət eləsin, Ələddin bəy var idi, zurna ifaçısı. O rəhbərlik edirdi ansambla, bir də Etibar müəllim, Vüqar müəllim, davulçu, yəni. O ənənəni gətirib məhz Gəncədə yaşatmışdılar. Və bütün Amasya cəmaatı, Qərbi Azərbaycan cəmaatının çox hissəsi onları çağırırdı toylarına. Və mən gözümü açdım, Ələddin bəyin zurna avazını eşitdim. Ona görə mənim zurna ifaçılığımda xüsusi bir janr var, yəni fərqlənir. Və gözümüzü açdıq, uşaqlıqdan yallı öyrəndik, Ağbaba yallısı. İndi ifa elədiyim də Ağbaba yallısı idi. Ağbaba yallısı da bizim birlik rəmzimizdir, ümumiyyətcə. Qərb zonasında, Naxçıvan zonasında yallı çoxdur, yallı növləri çoxdur. Onlardan biri də Ağbaba yallısıdır. Babalarımızdan, nənələrimizdən maraqlı adət-ənənələrimiz qalmışdı. Məsələn, bizim toylarımız çox maraqlı keçirdi. Yadıma gəlir, bibimin oğlunun toyuydu. Mən çox uşaq idim onda, bacılarımın toyu. Məsələn, bibim oğlunun toyunda gəlini gətirdi evə. Orada bibilərim gəlinə tərif deyirdilər. Başına fatanı qoyurdular, başlayırdılar gəlin tərifi deməyə. Yumor dolu bir tərif idi. Gəlinə biraz zarafatlaşırdılar gəlinlə, söz atırdılar ki, yəni yeni baldızım bu olacaq, məsələn, qaynanam bu olacaq falan. Maraqlı orada epizodlar olurdu. Sonra bizdə toylarımızda alma atma var idi. Gəlinin başına alma atırdı. Bəy çıxırdı evin üstünə, oradan gəlinin başına alma atırdı və maksimum dərəcədə, yəni bərk atmalı idi ki, gəlinin başına dəysin o alma. Biz Gəncə şəhərində gəldik, indiki Bayraq meydanı deyilən ərazidə yaşadıq. Orada ilk dəfə
Qərbi Azərbaycanlılardan biz olduq ki, ilk dəfə bacımın toyunda davul zurna ilə gəldilər gəlin götürməyə. Orada da bir ticarət mərkəzi var idi, hansı ki o ərəfə indiki kimi inkişaf eləməmişdi ki, rayonlarda, kəndlərdə belə mağazinlər olsun. Hamı gəlirdi, pal-paltarını oradan alırdı, sezonla məktəblilər falan. Çox böyük ticarət mərkəzi idi. Köhnə Qatır Məmmədin heykəli deyirdilər. Bütün o yarmarkanın satıcıları, alverçiləri, iş adamları hamısı gəlib bizim toya boylanıb balet edirdilər ki, yəni bu nə toydur yəni. Çünki təzə gəlmişdik Gəncəyə. Gəncədə də o qədər bu aktual deyil idi yəni. Davul zurna, çombax nağara, qoşa zurna hamıya maraqlı gəldi və sonra dəb halını almağa başladı. Biz babama lələ deyirdik. Yəni maraqlı faktlardan deyirəm də. Babama lələ, biz babaya lələ deyirdik. Bizdə şah gətirmə olub. Şahı bəzəyib gətirirdilər toya. Vüqar bəy, ora gedəndə ki, inşallah gedəcəyik. İlk edəcəyiniz şey nə olacaq? Yəni o barədə heç düşünmüsünüz? Mən ora getsəm təbii ki ilk görəcəyim iş, orada etmək istəyəcəyim iş o olar ki, bir qəhər dolu, bir yanğılı, bir yallı ifa eləyərəm qara zurna ilə ilk. Təbii ki, ondan sonra babalarımızın, nənələrimizin qəbirlərini ziyarət eləyərəm, ocaqlarımızı ziyarət eləyərəm və yenidən köhnə nəsildən soruşaram ki, evləriniz hansı olub, o evlərə baxaram ki, bizim babamın evi hansı olub. Təbii ki, çox təsirli bir anlar olar, o anlar. Mən elə bilirəm ki, orada yaşamasam da, oranı görməsəm də, o ab-havanın içində böyüdüyümə görə, yəni o sözlərin, o təsvirin içində böyüdüyümə görə oranı təsəvvür eləyirəm ki, yəni və orada nələr keçirəcəyimi təsəvvür eləyirəm. İnşallah Allah qismət eləsin və təbii ki, böyük arzumdur ki, orada bir möhtəşəm bir Ağbaba yalısına bir maraqlı bir kompozisiya hazırlayaram, bir maraqlı bir musiqi hazırlayaram, orada bir möhtəşəm bir video çəkərik, klip çəkə bilərik. İnşallah hamısı da olacaq yaxın müddətdə və hamı arzuluyur təbii ki. Təbii ki, ora bizimdir, nə vaxtsa haqq yerini alacaq. Necə ki, Qarabağ kimi haqq yerini aldı, artıq bizim oldu. Burada bizim olar inşallah. Vüqar bəy, bildiyim qədərilə siz müxtəlif musiqi alətlərində ifa edirsiniz və hətta ən marağıma səbəb olan musiqi aləti tulum oldu. Tuluma müraciət eləmək, tulumu seçmək, tulumu ifa edə bilmək bacarığı bu artıq fövqəladə bir arzu, istək istəyir, sevgi istəyir və həm də ki, məharət istəyir. Mən bir çox nəfəs alətləri ifa edirəm. Avropa nəfəs alətlərinə də marağım var. Milli Azərbaycan, Türk və dünyəvi ümumiyyətcə milli nəfəs alətlərinə marağım var və bir neçə alətlər gətirmişəm ki, hal-hazırda onları məşqlərini eləyirəm, hazırlayıram, yəni dərslərini keçirəm, YouTube-dan öyrənirəm. Tulum alətinə gəldikdə, deməli bu görürsünüz ki, bu quzunun quruluşu var da burada görürsünüz. Bu quzunun başıdır, bu ayaqlarıdır. Bu ayağının birindən, yəqin ki, əlləridir ya da ayaqlarıdır. Deməli, əllərinin birində bu ifa tərəfidir, buradan üfürmək üçün olan yerdir. Və bu hava dolur bura, dolandan sonra bura güc düşür və burada başlayır səslər əmələ gəlməyə və səslərdən biz ifa edirik. Tulumun səsi bir çağırışdır, yəni. İndi özünüz görəsiniz, tulum bir nalədir, belə deyək də. Və tulum sırf faktiki olaraq soykökü türkçülükdür. Mən bildiyimə görə Dərələyəzdə 2 qardaş olub, onlar tulum alətini ifa eləyibdilər. Amma biraz sosial şəbəkə olmayıb, televiziya kanalları o qədər aktual olmayıb, yəni onların dövründə. Ona görə o qədər gəlib onların o, belə deyək, tanınmağı o qədər olmayıb. Amma Azərbaycanda hal-hazırda tulum alətini
ifa edən mənəm. Mən də ona görə yenə də uşaqlığımdan çox sevirəm bu aləti və daha çox Türkiyədə Qaradənizlilərin ifasında eşitmişəm və mən də özümüzün musiqilərini ifa eləyirəm. Özüm bir Göygöl kompozisiyası yazdım bu yaxında, bəstələdim də belə deyək. Sadə bir musiqidir, amma sosial şəbəkədə çox sevildi, aktual oldu, maraqlı oldu. Şişirtməyi də göstərim, necə hava ilə doldururlar.